daşıya gəlib çıxdın 60-a. Bir olan ömrümü 5 daşımışam. Mən sevgi adamam, sevgiyə həsrət, gözümün önündən keçib səadət. Hökmünü tərs verib mənə təbiət, bir olan ömrümü 5 daşımışam. Bir olan ömrümü 5 daşıdım. Bir insan, bir həyatın bir yükünü daşıyar. Mən orada indi elə gəlib 5 daşımışam deyirəm. Amma bəlkə də 50 daşımışam, 100 daşımışam. Yorulmamısan ki. Hərdən bu 60-a gəlib çatdın, deyirsənmi ki, ay Fatih, necə yaşadın bu ömrü? Elə yorulmuşam, elə yorğunam. Elə bil bir ömür daşımışam. Axı yorulmayım, axı nə eləyim, çiynimdə dağ boyda baş daşımışam. Yorulmuşam. Yorulmuşam, amma ki davam eləyirəm. Qəribəyəm mən. Mən o zamanlar bir filmə baxardım. O filmin adı Terminator 1 idi, sonra Terminator 2 çıxdı. Orada deməli o robotlar bir-birini öldürür, biri yerlərə sərilir, sonra biri keçəndə bir də başlayır, yerdən yavaş-yavaş düzəlir, yoluna davam edir. Çox daşınıb düşünəndən sonra öz adımı elə Terminator qoymuşam. Ölürəm, torpaqlara qarışıram, sonra necə olursa bir də cücərirəm, qalxıram ayağa, bir də yeriyirəm. Sanki bir səməndər quş kimi. Alovların içində yanırsan və yenidən doğulursan. Yanıram, küllərimdən doğuluram, yıxılıram, torpaqlara qarışıram, torpaqdan doğuluram. Ağlayıram, yaşımdan doğuluram, gülürəm, gülüşümdən doğuluram. Qəribəyəm. Yorulmursan, bu həyat sənə yormur, cavab ver. O qədər yorulmuşam ki... Amma bəzən dərdlə də qol boyun olmağı bacarırsan. Bəlkə dərdlə qol boyun olursan, dərdə yalvarırsan bəzən. Bəlkə bu ondan irəli gəlir ki, deyəsən ki, ay dərd, düş də yaxamdan. Bəs yordum mən. Mən həmişə şükürlü insanam, həmişə. Amma bu son çırpıntımdan, son yıxılışımdan sonra həmişə deyirəm, indi bugün də deyirəm, həmd olsun, əlhəmdülillah, şükürlər olsun, ya Rəbbim, hər halimizə şükür, verdiyin dərdə də şükür, hər nə var ona da şükür. Amma son ciyərimdən yarısı qopandan sonra əlimi qaldırdım Allaha, dedim, Allahım, mən artıq 60 ildir yol gəlirəm, ömrüm, həyatım imtahan içində keçdi. Nə olar dedim, dayandır imtahanımı. Rəhmin gəlsin. Bilmirəm, bundan sonra nə qədər ömrüm qalıb. Heç olmasa dedim, burada imtihanımı dayandır. Yalvarıram Allaha. Artıq tab gətirə bilmirsən. Tab gətirə bilmirəm, amma gətirirəm. Necə gətirə bilmirəm ki, varam. Necə gətirə bilmirəm ki, mən yaşayıram. Necə gətirə bilmirəm ki, davam eləyirəm. Gülə də bilirəm. Şiir də yaza bilirəm. İşimin də dalınca düşə bilirəm. Bilmirəm. Hər şeyi bilirəm, heç nə bilmirəm. Heç nə bilmirəm, amma bildiyim çox şeylər də var. Bəs bu şeirlərin necə doğulur? Daha çox kədərli vaxtlarında, yoxsa xoş vaxtlarında? Xoşbəxt vaxtlarında? Əksər şeirlərim demək olar ki, 99% göz yaşımdan yazmışam. Hətta sevincli şeirlərimi belə. Mələklər pıçıldayıb, sən də yazmışsın. Bəli, ona görə deyirəm ki, şeir Allah kəlamı, şair Haqqın Mirzəsi, kimsə eşidə bilməz, şair eşidən səsi. Mənim şeir yazmağım Allahın möcüzəsi. Mələklər pıçıldayır, qulağıma söz deyir. Mən şeir yazmıram ki, şeir məni yaz deyir. Haçan məni tərpədir, dur şeirini yaz deyir, onda da yazıram. Həm də bu mənim taleyimdir, qəribə taleyimdir. İlk dəfə yaz sözünü mən indi 60 illiklə bağlı xüsusi dərgi çıxır, jurnal. Yəni mən buradan Qazax Xeyriyyə Cəmiyyətinə təşəkkür edirəm. Başda İlham müəllim olmaqla, İlham Pirməmmədov, bütün üzvlərinə. Ramiz müəllim Göyüşov çox əziyyət çəkir, onları toplayır. Bütün hər kəsə haqqımda yazılar yazıblar. Mənə tanıdırlar, mənə sevdirirlər. Demək, orada baxıram ki,
Nə qədər ürək sözləri var, nə qədər gözəl sözlər var. Sən demə var imişəm, sən demə sevirlərmiş, sən demə dəyər verirlərmiş. Ona görə heç bilmədim sualın nə oldu, mən gəldim çıxdım bura. Cıqatel, olubmu ki, bu 60 illik ömrün neçəsininsə üstündən xətt çəkmək istəmirsən? Mən deməli bir şəhər var, deyir, bir ölkə var hardasa. Orada qəbirstanlıqda gedirsən qəbirstanlığa, baxırsan 5 il, 3 il, 4 il, nə bilim 1 il. Orada sual verirlər ki, necə yəni bu adam 60 yaşayıb, 70 yaşayıb. Deyir, burada qayda belədir. Deməli, yaxşı yaşadıqları, həqiqi yaşadığı günlərin sayını yaşayırlar. Mən qoy bu ömrümün sayını deyim. Mən 4-5 il ömür yaşamışam. Necə? Əvvəl uşaq olmuşam, uşaqlığımı saymıram. 13 yaşına qədər, 14 yaşına qədər. Oraya qədər uşaqlığa hesab eləyək. 14 yaşımdan 19 yaşıma qədər mən həyat yaşamışam atam evində. Evin son beşiği olmuşam, atam məni çox sevib, anam məni tanımırdı. Anamın 8 uşağı var idi, yazıq. O qədər gözəl insan idi, 8 evlad böyütmək, atamın xasiyyəti tündü idi, onları böyütmək, başa çıxartmaq, keçmiş qayda qanunlar başqa cür idi, əzab, əziyyət, onda da indiki kimi hər şey hazır deyildi. Anam məni ölməyinə 20 gün qalmış tanıyıb. Ondan sonra 20 gündən sonra anam dünyasını dəyişdi. O haqq dərgahıyla danışanda məni çağırdı, dedi ki, Cıqatel, mən səni tanımamışam. Dedi, get cənnəti sənə bağışlayıram. Dedim, ay mama, sən cənnət bağışlaya bilirsənmi ki? Dedi, bə eşitməyibsənmi, cənnət anaların ayağı altındadır. Bunu niyə dedim? Atam məni tanıyırdı, atam məni uşaqlığımdan, körpəliyimdən tanıyırdı. Amma anam tanımırdı. Anam niyə tanımırdı? Anamın 5 qızı var idi yazığın. 3 oğlu var idi. Tanımaq istəmirdi çünki. Eləcə bir qayda qanun qoymuşdu ki, heç nə bilmirəm, heç nə eşitmirəm. Bu qayda qanunla gedin. Amma sonra bax o ölüm ayağında bir 20 gün qalmışdı onun dünyasını dəyişməyə. Ölənləriniz rəhmət. Anam o sözü mənə dedi. Dedi, get cənnəti sənə bağışlayıram. Sonra yuxularımda gəldi, dedi, qızım, mən sənə çoxlu halallıq vermişəm. Bax, belə bu mənada mən 5 il ömrü yaşamışam. Atamın evində o gördüyüm gözəl gün. Sonra mən ailə qurandan sonra qərib diyara getmişəm, Özbəkistana. Tamam, həyat yoldaşımla çox istəkli olmuşuq. İndi bunu burada mütləq bu cümləni deməliyəm. Ona görə ki, elə yaşamamışam deyən kimi deyərlər ki, bəs nə oldu? Bəs bu deyirdi, həyat yoldaşımı sevmişəm. Sevmək xoşbəxt olmaq demək deyil, əzizim. Ümumiyyətlə, hər cəhətdən həyatım çətin keçib. Bəs həyat yoldaşına heç deyirdinmi ki, sevmək beləmi olur? Mən səni sevirəm ki. Həyat yoldaşıma heç nə demirdim. Ona yalnız yazırdım şeirləri. Kitabın biri ona həsr olunub, sırf sevgi şeirləri. Mən onu sadəcə sevirdim. Bəzən deyirlər ki, məsələn, qohum, qələbə, qohum, qardaş, bacı, qardaşımın həyat yoldaşları deyirdilər ki, biz bu cürə xanım, xatın yaşayırıq, allı, güllü, var dövlət içində, hər şeyimiz içində, amma ki, heç biz də səni kimi, nə bilim, sevmək, sallaşmaq, yəni bu qədər qısqanmaq, amma sən bu qədər zülüm əzabı çəkə-çəkə, yenə də onu sevirsən, o sənə neyniyib ki? Sadəcə var idi deyən, mən elə bilirdim, o məni sevir. Vəssalam, bu qədər. Yəni, ümumiyyətlə, ömürlük sevgi deyə bir şey varmı? Demək, çox qəribədir ki, deyirlər ömrünün 4, 5, çox olsa 6 il ömrü var sevginin, belə deyirlər. Alimlərin araşdırması. Alimlərin araşdırmasıdır. Amma məndə, məsəl üçün, mən ailə qurdum, ailə qurandan sonra bağlandım, sevdim və 17 il. Düz 17 il. Hətta mənim böyük qızım nişanlı idi. O vaxta qədər mən dönməyən, sönməyən, dəyişməyən, hətta artan belə məhəbbətlə sevdim. O qədər hörmətli idik. Bəs o sevginin qarşılığı da var idi, yəni? O sevginin qarşılığı sadəcə onun baxışları idi. Mən danışmırdı heç vaxt. Deyirdim, nə olar ki, sən də bir dəfə denə sevirəm. Zarafat eləyirdi, deyirdi, onu demək olmaz, o kvartaldandı. Bəs Cıqatel,
elə bu şeirləri yazmağa vadar eləyən o sevgi idi, yoxsa başqa yerdən alırdınız? İlahidən mi gəlirdi? Deyir ki, mənim yazım haqdan gəlir, bir tarihdən baxdan gəlir, sözlərim uzaqdan gəlir, fağıram lələ, fağıram. Mən bilmirəm, mənim şeirim biraz başqa cürədir də, gəlirdi, göndərən var idi. Göndərən var idi, mən də yazırdım. Cıqat o vaxt ən çox belə məhsuldar, daha çox göndərilən vaxtlar nə vaxtda təsadüf edir şeirlərə? Bugün də mi eyni çoxluqla gəlir o şeir? Yox, ən məhsuldar vaxtı deməli 2002-ci ildən 98-də başladım, sürətlə başladım. Və bunun da səbəbi oldu da, hamımız bilir. Yandı filan, ailə, ağır günlər filan. Ondan sonra onda çoxlu yazırdım. Hətta o vaxt yazdıqlarımın, o 98-ci ildən bəri yazdığım şeirlərin çoxunu kitaba daxil etməmişəm. İndi gülürəm o şeirlərə baxanda. Deyirəm ki, bəhbəhlə, sevə-sevə yazdığım, ağladığım şeirlər sən demə elə də güclü deyilmiş, zəif imiş. Ən məhsuldar dövrüm Bakıya gəldim. Yox, yazırdım elə 98-dən düz 2002-də də Bakıda ilk dəfə Aşıq Pəri Məclisinə gəldim. Yazırdım. Elə günüm olurdu 8 şeir yazardım. Elə günüm olardı 10 şeir yazardım. Gəldi. Qorxurdun ki, məsələn, yolda getdiyin yerdə tutalım, avtobusasan və bu təb sənə gəlib, amma heç nə yoxdur köçürməyə, varağa köçürməyə. Onda yanımda həmişə fruçka vəraq saxlayırdım. Mən o şeirlərimin çoxunu yollarda, daşların üstündə, metrolarda, ağacların dibində yazmışam. Ən çox şeirlərimi də gecə yazmışam. Amma gəldiyin bilməlisən. Hə, elə vaxt olub bir yerdən yarımçıq çıxmışam, baxmışam ki, dolmuşam. Titrəyirəm, əsirəm, onda gəlir, oturub yazmışam. Elə vaxt olub tapmamışam, yolda birinə xahiş eləmişəm, nə olar, mənə bir vərəq ver, bir ruçka ver. İndi yaxşıdır, telefon var əldə. Elə o gələndə, gecə də olsa, gündüz də olsa, yolda da, harada gələndə onu elə mesaj yerinə elə qeyd eləyirəm. Sonra davamını eləyirəm ki, heç indi əvvəlki qədər yazmıram. Yazırdım. Hə, mənim ruhumdan, eşqimdən, təbimdən, cığatelliyimdən, cığateldən bir parça qopdu, parça deməzdim. Özü qopdu, getdi. Ondan sonra yaza bilmədim bir müddət. Süleymanımdan sonra. Ondan sonra da yazdıqlarım, nə yazdım gəldi Süleyman oldu. Nə yazdım gəldi Süleyman oldu. Amma indi birini yazmışam 60 illiyimlə bağlı. Yavaş-yavaş baxıram. Artıq 2 ilə yaxındır. 2 il tamam olacaq. Mənim könül tərlarımın uçmasından, mələk olmasından 2 il avqustda tamam olacaqdır. İndi baxıram deyəsən yavaş-yavaş təbim gəlir, yavaş-yavaş. Baxıram, yazıram. Son yazdığım 60 illiyimlə bağlı olub. Hansı yaşın üçün daha çox darıxmısan? Kaş ki dönəydim o yaşıma. Ən çox o dediyim o 5 il üçün. Atamın sağ olan vaxtı. Mən atamdan aldığım sevgini, eşqi, ondan aldığım gücü, qüvvəni bu həyatda heç kimdən almadım. Onun baxışları hələ də mənə baxır. 60 yaşım var, ha? İyunun 14-ü tamam olacaq. Cıqateli, o baxışlar nə deyir sənə? Yenə saçına sığal çəkir, yoxsa qınaqlı baxışlardır? Yoxsa yəni o baxışlar sənə baxır, bir afərin mənim balam deyir. Nə deyir daha çox? Bir dəfə doğmalarımdan biri xətrimə dəymişdi. Öz doğmalarımdan biri. Küsüb xəlvətcə getmişdim, onun qəbrini ziyarət eləmişdim. Gecə gəlib yuxuma girmişdi. Gördüm ki, hamı gəlib, ailədə böyük olmuşuq. Görüm, hamını yenə düzüb stolun başında, düzülüb, atanın gəlməyinə çox sevindirik ki, papam gəlib, nəyəcək, hamımız bilirik, axı, bu ölübdür. Gəlir sonra, görürəm, mən təsəvvür edirsiniz, belə deyim, elə qoy. Ərə gedənə qədər onun dizinin üstündə oturmuşam. Mənə toy yuxası yayırdılar. Mən elə kollecdə oxudum, o vaxt texnikum idi, indi kollec deyirlər. Oradan gəldim, sumkanı tulluyordum, otururdum. Papam yazıq dedi ki,
Ha qızım, elə bil biraz yekələnibsən. Camaat mənə toy yuxası yayır, 2-3 gündən sonra toyum olacaq. Deyirdim, yox, mən elə yekələnməmişəm. Belə zarafat edirdi, gülürdü. O illərim üçün darıxmışam. Yuxuda nə dedi sən? Hə, yuxuda gəldi. Hamı qaçdı qabağına ki, papam gəlib, papam gəlib. Dedi, oturun yerinizdə. Sizin üçün gəlməmişəm. Mən cığat elimi nazlamağa gəlmişəm. Gəldi, məni aldı dizinin üstündə, nazladı. Ondan aldığım sevgi bərkə, ondan aldığım güc, qüvvət məni bu qədər güclü, ayaq üstə durmağa, yıxılmamağa sövq elədi. O qədər güclü adam idi ki, mən də ondan elə bil keçdi mənə güc, qüvvət. Məsələ, yıxıldım, qalxdım. Məsələ, bu iş əlimdən çıxdı, başqa işə getdim. Məsələ, o iş əlimdən çıxdı, o işə getdim. Daha vay şüvən bu işdə qutardı yoxdur məndə. Tamam, mən indi gedib bir qaloş geyinib, indi orada süpürgəçi də işləyə bilərəm. O şeyə nə kompleksim yoxdur. Nə, mən qaloş geyinib, inanın, süpürgəçi paltarında ifrə də çıxa bilərəm. Yəni. İndi özüm hərdən yolda süpürgəçiləri görürüm. Görürüm, veşləri ağır daşıya bilmirlər. Birdən bərri bəzəkli paltarda ifirdən gəlir. Bir dəfə dedim ki, icazə verin, sizə kömək eləyim. Bir baxdılar, tarım, dedilər, yox, xanım, heç üstünüzə yaraşmaz. Bunlar da, deməli, banka mı nəsə yığmışdılar, apara bilmirdilər, 2 dənə qadın idi. Allaha and olsun, inan Cəvahir. Dedi ki, bu dedi, belədir də, axı bu buradandır, biz zibil kutularından yığmışıq. Dedim, o hər nəticə sizin üçün çox əzizdirsə, mənim üçün də çox əzizdir. Mütləq bunu verin, mən kömək edeyim. Sonradan tanıdılar ki, mən cığat eləm. İkisi də ağladılar. Dedilər, biz səni öpərdik. Heyif ki, üstümüz bu vəziyyətdədir. Dedim, siz məni öpərdiniz, öpmədiniz, amma mən sizi öpərəm. Çünki mən insanların ağrısını hiss edirəm, acısını hiss edirəm. Quşun belə içindən keçəni hiss edirəm. Bir şeirim var. Deyirəm ki, mən ürək oxuyanam, ürəyim şana-şana. Mən ürək oxuduqca donuram, yana-yana. Əyrildim əyri-cəyric, quruldum xana-xana. Gəl ruhumu ruhuma, ilmə-ilmə toxuyum. Gözünü aç, mənə bax, ürəyini oxuyum. O qədər ürək oxuyuram ki, bunlar məni incidir. Onları qucaqladım, öpdüm, yalvardılar, kövrəldilər. Mən də kövrəldim, ağladım. Sözümün canı nədir? Bir şeirimdə deyirəm ki, bütöv günü ac olmam, kimsəyə möhtac olmam. Mən dəmirçi qızıyam, əlim saxlayır mənim. Təkəm qoşun içində, qurdun quşun içində, qarğa quzğun aparar, dilim saxlayır məni. Eldən ayrı gülmərəm, eldən ayrı ölmərəm, elimə qurban olum, elim saxlayır məni. Bax, mən dəmirçi isə kişinin qızıyam. O da elə idi. Əlindən gəlməyən iş yox idi. Bu bitərdi, o bir işə keçərdi, o bitərdi, o bir işə keçərdi. Elə bil, bizim evlatlarının hamısı elədi əslində. Qoçaq, hər şeyi bacaran. Mən də bir başqa cürəyəm. Bilmədiyim bir şey yoxdur. Üstünə düşən, üstünə gələn qarğı quzğunlar çox olub. Səni yıxmağa çalışanlar. Bəs yıxıb səni qalxmısan. Bəs bu düşmənlərin, səni istəməyənlər, ondan çəkənlər çox olubmu? Bəs ondan neynəmsən? Şeirimin bir misrasında deyirəm ki, Allaha xitabən mən sənə sığınmışam, sən ey qadir Allahım. Deyirəm ki, Yusif kimi quyudan məni mələklər çəkib, sən çəkdiyin sınağa bir də bəndələr çəkib. Allah da təkdir deyib, Allah da təkdir deyib, neynəmişəm ilahim, mən sənə sığınmışam, sən ey qadir Allahım. Orada bir yer yadımdan çıxdı. O qədər eləyiblər, ay Cəvahir xanım, o qədər eləyiblər. O qədər çox pis şeylər eləyiblər ki, işlərin içindən, dürüstlüyümdən düz çıxmışam. Bata da bilərdim, yıxıla da bilərdim, hətta məhv ola da bilərdim. Çox pis şeylər eləyiblər. Mübarizə mi aparmısan, yoxsa? Mən qaçmışam adamlardan. Amma ki, tək mübarizə işi deyildi. Məni Allah çəkib çıxardı buradan. Şeirimin birində deyirəm ki, cığatelin varlığı olub sənə dərd qada. Gör nə günə qalıbsan, özünə bax aynada. Mən qalxdıqca göylərə yellənirsən havada. Burax ayaqlarımı, əlimdən Allah tutub.
Əlimdən Allahın tutduğunu bilmişəm ömrü boyu. Sonra tam dərk elədim. İndi mənə pislik eləyənlərə mənim acığım tutmur. İndi yazığım gəlir. Etməsinlər. Bəs o insanlar sonra sənlə rastlaşanda, qarşılaşanda necə olub reaksiyalar? Sonra zaman keçdi. Barışdınız? Zaman keçdi. Mənim ürəyimdə küçülük yoxdur. Anlamım gözəldir, seçimim əla, nifrət eləməyi bacarmıram mən. Dünyada nə desən bacara bilirəm, nifrət eləməyi bacarmıram mən. Bunu Leylanın bir kəlmə sözünə yazmışam. Deyirdi ki, mama pislik eləyənə də yaxşılıq eləyirsən, kənardan pis görsənir. Hətta bu yaltaqlıq kimi görsənə bilər, deyirdi. Cəmaət sənə pislik eləyirsən ona. Deyirdim, qızım mən necə eləyim yaxşı? Mən bundan başqa, o pislik eləyirsə, mən o pisliyi bacara bilmərəm axı. Budur, mənim əlimdən gələn budur. Doğrudan deyirəm, mənim əlimdən gələn budur. Əgər onu da bacarmamışamsa, kənar çəkilib dolanmışam. Elə demişəm ki, Allah sizə insaf versin. Amma vay o adamın halına ki, məni yandırdılar, tökdülər. Yazıq oldular çoxu. Yəni, qarğışdı mı? Yox, qarğış deyil. Bir qarğış şeiri yazmışdım. Eləcə yazmışdım ki, günah edib günahımı yuyanın, dərdi saflığıma bərabər olsun. Dərdi saflığıma bərabər olsun. Yəni, mən nə qədər o ki, böhtanlar var idi, istəyirdilər ləkələsinlər, istəyirdilər nəsə bir şey eləsinlər. Mən özümü tanıyırdım. Onda bu şeiri yazmışdım ki, heç nə demirəm. Mən həmişə Allaha həvalə edirəm. Yox, qarğışdan qorxuram, qarğış deyiləmirəm, özləri bulurlar. Mən indi bax bu dəqiqə nə olsa hiss edirəm. Mənim elə bil arxamda adam var, kürəyimdə adam var. Vursalar da, yıxsalar da durub ayağa üzünə gülüb gedirəm daha. Daha indi yaş da var, baş da var, təcrübələrim də var. Bir insan deyə bilməz ki, Cıqatel mənim pisliyimin qarşılığına bu pisliyi qaytardı. Varsa qoy bir adam çıxsın ortalığa. Varsa qoy çıxsın. Bax, mən açıq elan eləyirəm. Sən bu qədər deyirsən ki, yaxşısan. Məsələn, həmişə insanlara yaxşılıq edirəm. Bəs sənin qarşına necə yaxşı insanlar çıxıbmı? Mənim qarşıma o qədər gözəl insanlar çıxıb ki. Yaxşı dostların varmı? Mənim yaxşı dostlarım var. Və sənə görə dost anlamı nədir? Deməli, bir insan dünyada ən çox sevdiyi balasıdır. Balasıdır. Baladan o tərəfə sevgim çoxdur demək yalandır, inanma. Düzdür. Bütün sevgilərimiz Allahdır. Amma mən bunu etiraf edirəm. Allahı biz sonradan dərk edirik. Bəlkə də. Allaha qədərdir. Allahı dərk edəyə qədər. Atamızdan, anamızdan çox da. Kim deyir ki, mən evladımı, atamı, anama qurban eləyərəm. Atam, anamdan, evladımdan çox istəyirəm. Yalandır. Yalandır. Qoy desinlər. Qoy məni odlasınlar, daşa qalaq eləsinlər. Bala elə bir şeydir ki. Amma bunu niyə deyirəm sizə? Demək, dünyada insan o adı yoxdur. Onun dadı başqadır. Baladan böyük sevgi yoxdur. Amma mənim üçün dost, həqiqi dost. Dost məhvumu, elə bir məhvumdur ki, amma yaxşı dostum ola. Ruhdaşın ola, ruhdaş. Onunla ruhlaşa biləsən, onunla dərdləşə biləsən, onunla sevinə biləsən, onunla eşq aləminə gedə biləsən, onunla kədərin divinə gedə biləsən. Belə bir dost olanda o evladdan üstündür. Çünki elə şeylər var, biz onun evladımıza bölüşə bilmərik. Amma elə bir dosta mütləq ehtiyacımız var. Yəni, o evladdan üstün tutduğun o dost varmı həyatında? Həm də olsun, yaxşı dostlarım var. İndi elə əslində ən yaxın dostum, Allah məni bu tərəfdən sevirmiş. Mənim ən yaxın dostum, sirdaşım, baxışımdan, kipriyimdən, duruşumdan, əhvalımdan, danışmamış gözlərimdən anlayan mənim Leylam var. Ən yaxın dostum, sirdaşım Leyladır. Biz onunla deməli çox qəribədir. Çox nadir hallarda ana-bala olarıq. Biz ana-bala olmuruq ondan. Çox nadir hallarda. Ya o xəstələnər, mən onun anası olaram, onu masaj zad eləyərəm. Ya mən xəstələrəm, o gələr, ürəyi pis olar ki, birdən maması ölər. Bircə ondan mama oluruq, ana-bala oluruq. Qalan vaxtı yol yoldaşı, sirdaş, sənət yoldaşı. Onunla
necə deyim, dəryanın dərinliyinə, buludların 7-ci qatına çıxa bilirəm. Ən yaxın sirdaşım Leylamdır. Ondan da qalan çox gözəl dostlarım var. Məlahət xanım, Elşanə xanım. Var belə dostlarım. İnsanın qəlbində 40-cı qapı deyə bir şey var. Yəni orada sirr olur. Sirr otağı demək olar ona ki, hansı ki ora heç kim demək olar ki, buraxmır. Varmı sizin qəlbinizdə elə bir 40-cı otaq ki, ora hələ heç kimi qoymamısınız və sona qədər də qoymaq fikriniz yoxdur? Əslində elə sirlər var ki, o məndən qəbrə gedəcək, özüm barədə deyil. Qohumdan, qələvədən, nə bilim, gördüyüm bir tanışlardan belə bir sirlər var ürəyimdə. Heç vaxt aça bilməyəcəyim, deməyəcəyim. Təbii ki, elə bir insan olmaz ki, onun qəlbinin 40-cı qapısı olmasın. Mən biraz belə, deyir, onsuz sadəlövlüyüm, düşüb dilə şairəm, qocaldım, böyümədim, çünki hələ şairəm. Mən o qədər belə qəribə həyat yaşamışam ki, bilmirəm, elə mənim sirrim zadım hamısında var ortada da. Cıqatil, hansı şeir ilə özünə bir layla çalardın ki? Oy, özümün bir şeirim var, layla özümə layla, layla gözümə layla. Özümə layla da çalmışam, özümə ağlar demişəm. Özümə dayı nələr yazmamışam, torpağa nişanlıyam, ölmüşəm, dirilmişəm. Elə gözəl ölürdüm ki, bu gecə hər əlim bir evlat əlində idi. Sonra Allahdan ölüm istəmişəm, qürurumdan yıxırmışam, Tanrım yerdən qaldır məni. Yaşatırsan, yaşat, nə olar, yaşatmırsan, öldür məni. Ölüm də istəmişəm. Yaşamaq son vaxtları istəməmişəm. Ümumiyyətlə yaşamaq istəməmişəm. Nəyə görə? Əvvəllər istəmişəm ki, deyirdim ki, qoy mənim bu doğulan şeirlərim həyatda qalsın. Bunları bir yana çıxardım, kitab şəklinə çıxsın, o yan, bu yan. Tarixdə bunlar mənim ciyərimin, ürəyimin, köksümün, ruhumun lələklərimlə yazılıbdır. Qoy bunlar tarixdə qalsın. Amma onu da istəyirdim yaşamaq. Sonra bilmirəm, elə vaxt olur deyirəm yaşamayım, neyindirəm, artıq əzabdır yaşamağım, heç bilmirəm. Xətrinə dəyənlər çox olur. Məsələn, sizi incitmək, küstürmək asandır. Çox. Hərdən o... Çox olur. Deyir, şairin sevgisi yağan yağışdır. Şairin sevgisi haqqa, şairin sevgisi yağan yağışdır. Şairin duası haqqa alğışdır. Şairin ölümü soyuq baxışdır. Şairi nə boran, nə qış öldürər. Şairi bir soyuq baxış öldürər. Məni bir soyuq baxış öldürə bilər. Məni sevindirməyə nə var ki? Məni sevindirməyə nə var? Məni xoşbəxt eləməyə nə var? Bir isti məhəbbət göstər, bir qucaqla. Ay, səndən ötürü darıxmışdım. Ay, nə yaxşı gəldin sən. Ürəyim səni istəyirdi. Bax, məni bundan xoşbəxt eləmək olar. Amma məni bir şahənşah bir sarayın içində, məni bir qızıl çeşlərdə yemək gətirilən bir yerdə, məni möhtəşəmliklər içində, al qızıl brilyant içində bədbəxt eləyib öldürmək olar. Əgər orada bir soyuq baxış görsəm, oturmaram ha orada. Oturmaram. Kim olsa belə, padişah olsa belə. Səncə bir şairə kimi zəhmətinin, əməyinin bəhrəsini görmüsənmi? 60-a gəlib çatmısan. Zəhmətimin bəhrəsi deyəndə ki... Məsələn, bir fəxri adın olardı. Cıqatel də yaxşı evlərdə yaşayardı. Fəxri adım yoxdur. Xalqın böyük fəxri sevgisi var. Yaxşı evim yoxdur. Amma şükür eləyirəm. 20 il kiraya yaşamışam. İndi belə bir oğlumlu, mənli bir ev tikmişik. Oğlumla bir yerdə yaşayıram, külfətlə. Təbii mən də istəyirəm. Mən də rahat, mən də yaşamaq istəyirəm. Mən də şəhərə istəyirəm. Televiziyalar çox qəribədir, ay Cəvahirim. Demək, adam var, şeiri, sənəti yoxdur. 5 dənə evi var. Televiziyaların yanından. Ən bahalı maşınlar. Ən bahalı maşınlarda. Heç televiziyada dəvət də almır. Mən də bir gündə elə olur, bir gündə 5 proqrama dəvət alıram. Neçə 3-4 yerə dəvətlər alıram.
Çox qəribədir. Allah onlara onu verib. Pul verib, var verib, sənət yoxdur. Televiziyaya da heç çağırmırlar da. Mən də bütün günü vəziyyətim belə, evim uzaqda. Məsələn, mən bir verilişə gəlmək üçün 2 saat əvvəldən çıxıram evdən. Çox qəribədir ki, onu heç kim bilmirdi. Həmişə deyirlər ki, Cığatel xanım nə qədər məsuliyyətli xanımdır. O məsuliyyətimdən dolayı televiziyanda Allaha şükür siz də media işçilərsiniz, bilirsiniz. Deməli, sənətçi, sənətkar əgər məsuliyyətli oldusa da ona böyük münasibət, rəğbət var, mən belə bilirəm. Çünki televiziyalarda elədir. Gecikmək olmaz, adamları gözlətmək olmaz. Heç kim bilməyib ki, mən o uzaq yollardan 2 saat qabaq çıxmışam. O qədər gedib vaxtında çatmışam o şeylərə. Sonra ta vaxt ki, mənim Süleymanım belə olanda ki, uzaqdan, yaxından, mediadan, televiziyadan, sənətdən evimizə axın elədilər, gəldilər. Gələndə dəhşətə gəldilər ki, sən bu qədər uzaqda yaşayırmışsan. Bəs sənin şəhərdə evin yoxdurmu? Bəzən elə olur, taksi ilə gedirəm. Deyirlər ki, metro ilə gəlirsən. Hə, bəzən də metro ilə gəlirəm. Deyirlər ki, Cığatel xanım, bura getdiniz kimin evidir? Qonaq gedirsiniz? Deyirəm, yox. Deyirlər ki, başa düşmək, siz burada yaşayırsınız? Deyirəm, bəli. Deyir ki, niyə siz şəhərdə yaşamırsınız ki? Deyirəm ki, evim buradır, burada yaşayıram, necə eləyim? Və niyə filan kəslərin 5 dənə evi var, 6 dənə evi var? Deyirəm, sənə qurbanım, o filan kəsdir, mən də Cığateləm. Mənə belə buyurub Allah. Mən də belə yaşayıram. Təbii ki, macaqlarım var, Cəvahir. Mən də istəyirəm. Yəni, bir otaqlı ev nədir ki? Hamıya hər şey verirlər. Niyə? Mən pis mi adamam? Mən pis mi şairəm? Mən pis mi sənətkaram? Çox maraqlıdır. Çox qəribədir. Maşın bağışlayırlar, ev bağışlayırlar, nə bilim, böyük hədiyyələr bağışlayırlar. Mən elə şey görməmişəm. Amma tərifləyirlər, mən çoxlu tərifləyirlər. Ay, bunu Allah önü yıxmasın. Bu nətər şairdir. Ay, bu sözü necə tapıb yazıbsan. Ay, bunu nətər tapıb yazıbsan. Məni tərifləyirlər, sonra da ayrısına verirlər. Pulu da, varı da, maşını da evi də. Bilmiyorum, sualına cavab olaraq dedim, ha. Amma baxırsan ki, məsələn, sözləri qat-qat zəif olan, amma heç şeir demək mümkündür. Amma onlar da oradan da yaxşı yaşayırlar. Cığatel olaraq baxanda da oradan düşünürsünüz də, təəssüf hissi olur içinizdə. Valla, mən heç o ağır yaşadığımdan da necə deyim, təəssüflənirəm, amma utanmıram. Bəs 60 yaşda Allahdan hansı hədiyyəni gözləyirsiniz? Allahdan gizlin deyil, sizdən nə gizlin? 50-də biraz kövrəldim. Çox çalış, istəyirdim ki, özümü dağa çırpam, daşa çırpam. O da məndə elə üzü yoxdur. Mən sizə bir şey deyim, ha. Qoy bir dənə dövlət məmuru, qoy bir hansısa bir şirkət, qoy bir insan barmağını qatlasın, göstərsin, desin ki, Cığatel mənim qapıma gəlib, məndən filan şey istəyib, xahiş eləyib, tələb edib. Etməmişəm. Hərdən fikirləşsəm ki, elə etmək lazımmış. Demək, bir dəfə bizim Qazaq Xeyriyyə Cəmiyyətinin bir yaxşı tədbiri var idi. Oraya gedəndə, orada bizim böyük alimimiz Nizami Cəfərovdur, Nərman Həsənzadədir, rəhmətlik Tağı müəllim də sağ idi. Onda bizim metropolitenin rəisi Salatın xanım idi, İlham Pirməmmədov. Nəysə, indi bizim bir Qazaq Xeyriyyə Cəmiyyəti var demişdim, Məlahət xanım hamısı. Belə mən içəri girəndə o qədər gözəl təbəssümlə qarşıladılar bizim bu belə qaymaqlarımız da, qaymaqlar. Ali insanlar, ziyalı insanlar. Ay Allah, Cığatel gəldi. İnansınız, hətta bir qalxdılar, məni öpdülər də. Bizim bir şairə qızımız, qələm əhlimiz, o da biz tərəfdəndir. Mənə dedi ki, ay Cığatel, öyün yıxılmasın dedi. Gör səni kimlər sevir dedi. Bəs sən niyə bu gündə yaşırsan dedi. Bəs sən niyə gedib demirsən, ev ver, nə bilim, maşın ver, filan ver, fəsməkan ver, filan. Hansı ki, bunlar sənin haqqındır, halal haqqındır. Dedim ki, ay filan kəs bacı, özü belə dedim, ay filan kəs bacı,
Dedi, vallahi sənin yerin olsam mən nələr eləmişdim. Dedim, nətər səni çox istəyirlər, necə belə o, yəni elə bil sevgilərini, məhəbbətlərini, hətta belə sənin qabağına belə gəldilər. Bu nətər olan şeydir? Necə çox istəyirlər, niyə qeyb demirsən? Hə, dedim ki, bilirsən mən niyə çox istəyirlər? Niyə? Dedim, ona görə ki, o şeyləri gedib onlardan istəmirəm, demirəm. Özləri eləyirlər. Məsələn, indi bu yaxınlarda mənim 60 iliyim olacaq. Sağ olsun Qazaq Xeyriyyə Cəmiyyəti mənim tədbirimi keçirir. Məsələn, zaman olub İlham Pirməmmədov mənə dəstək olub. Zaman olub Məlahətim heç o mənim qaynatamın bizə yadigarıdır. Qaramoşunun yadigarıdır. O heç, o mənim ürəyimdir. Mərd xanımdır, o başqadır. O elə ümumiyyətlə yetimlər anasıdır. İndi dostlarım var, mən adlarını saymaq belə istəmirəm. Sadəcə indi onlar dedim. Allah Tağı müəllimə qəni-qəni rəhmət eləsin. Allah Salatın xanıma can sağlığı versin. Məsələn, ilk kitabım Eldar Ələkbərov. Mənim 4 kitabımı Salatın xanım çıxardı. Tağı müəllimlə. Mən bir ev tikmişəm, o evin bütün daşlarını rəhmətli Tağı müəllim verib. Sonra son zamanlarda dedi, neynədin, evi tikdin, başa çıxartdın mı? Dedim, vallahi ala yarım çıxdı. Deyir, heç bir dəfə qonaq çağırmadın mən. Dedim, çünki siz oraya qonaq çağırlası vəziyyətdə deyildi ev. Ondan sonra da biraz nasaz oldu, belə elə. 60 yaşda, bunu da etiraf elə ki, nə gözləyirsən? Ən böyük gözləntin nədir? Səmimi etiraf elə. Yəni, şair İsa qızının ən böyük gözləntisi, 60 yaşa hədiyyəsi nə olardı? Vallahi, ən böyük hədiyyəm, ən böyük məni yaşadacaq, məni ölməyə qoymayacaq. 50 yaşımdan bu yana onu arzulayıram. Elə bir 10 ildə necə tez gəldi, keçdi, heç bilmədim mən. Ən çox böyük arzum odur ki, əgər mən başqaları kimi allı güllü, xoşbəxt, firavan, çilçıraqlı evlərdə yaşasaydım, mən yollarda əzab əziyyət çəkməsəydim, ondan sonra yaxşı yaşamış olsaydım, inanın ki, bəlkə bunu istəməzdim. Bax, bu etiraf edirəm. İnanın ki, mən insan kimi, bir qadın kimi, bir ana kimi, bir şair kimi rahat həyat yaşasaydım və belə də şair olsaydım, Allah and olsun istəməzdim. Amma mən yaşamamışam deyə, mən sırf şeirlərim üçün yaşamışam deyə, mən İnsan həyatı yaşamamışam deyə artıq onu istəyirəm. Mən bir ad istəyirəm. Mən bir ad istəyirəm ki, mən xanım kimi yaşamadım, insan kimi yaşamadım. Mən bir ad istəyirəm ki, mən öləndən sonra o ad baxma. Xalqın ürəyində yaşamaq başqa. Biri var rəsmi, biri də var el içində. Ad istəyirəm və çox bir arzum var ki, heç olmasa bir şeirim dərsliyə salınsın. Mənim qara mirvarilər şeirim var. Bakının boğazında qara daş, qara mirvarilər. Yəni bax, 20 yanvar şəhidlərini Bakının boğazında qara mirvarilər yazmışam. Mənim Xocalı şeirim var, mənim vətənpərvərlik şeirlərim var, tamam mənim sevgi şeirlərim var. O qədər kitaba dərsliyə düşəcək şeirlər var. Sıralara qoşulmamışam mən. Mən, Cəvahir, mən çirkin ördək balası kimi gəldim. Mən sanki çirkin ördək balası idim. Çünki mən hara getdim məni dışladılar. Amma istəyirəm mənim bir adım olsun ki, mən öləndən sonra bəlkə də yuxudur, bəlkə də xəyaldır. Mən istəyirəm, mənim bir gözümü yumub deyirəm, hətta bunu sizə baxıb deyə bilmirəm. Bəlkə deyərlər ki, xalq şairi Cıqatel İsa qızı. Əla. İnşallah ki, biz də bu xoş xəbərlə, tezliklə müjdələnərik. Olar mı elə bir şey? Gözəl bir müsahibə də artıq xalq şairi kimi gələrsiniz. Redaksiyamıza gözəl bir müsahibə. Deyir, gün doğmadan nələr doğar, nə bilim. Ölkəmiz gözəl, vətənimiz gözəl, rəhbərlərimiz gözəl, rəhbərimiz gözəl. Hər şey gözəl. Yəqin ki, bir gün mənə də diqqət olar. Cıqatel, söhbətin sonunda bizim bu danışdıqlarımız bayaqdan, bu müsahibə ilə köklənərək bir ovqatla, bir
şiir deyərik. Yeni bir şiir yazmışam. Adətən siz öyrəşməmisiniz ki, Cıqatil xanım şiiri oxusun. Amma bu şiirin mürəkkəbi qurumayıbdır. Bu şiiri İlk dəfə Yeni Çağ saytında. ilk dəfə Yeni Çağ saytında səslənəcək. Boynumu almıram ha, 60 yaşım. Deyirəm ki, 60 il bundan əvvəl gəldim dünyaya. Gör ha sən Allah, belə şey olar mı? O yaşı sizə verməkdə umurada. Yazmışam burada. İlk dəfə bunu yeni şiirdə oxuyacağam burada. Əslində bir kitab çıxartmalıydım. Olmadı. Olmadı. Eyb yoxdur. Amma mən bir daha təşəkkür edirəm Yeni Çağ komandasına. Aqil müəllimə, mənim əzizim, bizim hamımızın istəhlisi Aqil bəyə mən çox təşəkkür edirəm. Cəvahir xanım sizə təşəkkür edirəm. Bütün əməkdaşlarınıza. Ədalətli bir saytdır. Mən həm ədalətli, həm operativ, həm də nə yalan deyim, ən rezonanslı mən xəbərləri birinci Yeni Çağdan oxuyuram. Və bugün də şadam ki, mənim 60 illiyimlə bağlı 60-dır mənim yaşım doğrudan. Haçan gəldi? Ay. Qoy elə bütün rezonansları heç kim də bilmir, çox adam. Mənim düzdür, mən yaşımı danmıram deyirəm. Qoy elə bu 60 illikdə ilk yazdığım şiiri də qoy Yeni Çağ media saytında dərc olunsun. Deyirəm nə ocağam, nə odam. Küləm köz yaşındayam. Qocaldım, böyümədim. Körpə qız yaşındayam. Naməlumam, məlumam. Məchul söz yaşındayam. Tanrı ol dedi, oldum. Nə var sözdən o yana? 60 il bundan əvvəl zühur etdim cahana. Yaş sözünün içində bir yaşamaq sözü var. Yaşamağın özündə yaşlanmağın gözü var. Ömür də qəribədir. 50'si var, 100'ü var. Mənim yaşım mücərrəd. Uyğun gəlmir dövrana. 60 il bundan əvvəl zühur etdim cahana. Öncə məkan eylədim bir qaranlıq dəryada. Dəryanın ortasında ürək adlı bir ada. Adanı qopardılar həm ağlada bir mələyə verdilər, dedilər adı ana. 60 il bundan əvvəl zühur etdim cahana. Parlayan ulduz uydum. Göylərdən axdım gəldim. Çırpıldım bulutlara, şimşək tək çaxdım gəldim. Həvva bir alma verdi, Adəmə baxdım gəldim. Bilmədim çəkiləcəm fanidə imtihana. 60 il bundan əvvəl zühur etdim cahana. Cıqateləm ölməyən ruhum 7-ci qatda. Ərşi gürşü dolanır Allaha çata-çatda. Bildiyim heç nə yoxdur sözdən başqa həyatda. Mən şair doğulmuşdum, bənzətdilər insana. 60 il bundan əvvəl zühur etdim cahana. Mən şair doğulmuşdum, bənzətdilər insana. 60 il bundan əvvəl zühur etdim cahana. Gözəl, təşəkkür edirəm. Çox sağ olun. Mən sizə təşəkkür edirəm Cəvahir xanım. Bir daha komandanıza təşəkkür edirəm, Aqil bəyə təşəkkür edirəm, sizlərə təşəkkür edirəm. Vallahi heç nə sual yazılmışdı, nə fikirlər bildirilmişdi. Sizin suallar bədahətən oldu. Mənim Bəyəndinizmi? çox gözəl idi. Haralardan heç yerdə demədiyim fikirlər səsləndi. Heç yerdə deyilməyən etiraflar səsləndi. Yeni Çağ belədir. Hə, Yeni Çağ belədir. Fərqlidir. Bax o anamın o dediyini də ilk dəfə burada səsləndirdim. O 5 il ömrüm var, yaşamışam. Onu da mən burada ilk dəfə səsləndirdim. Xalq şairi olmaq istəyirəm. Onu da burada səsləndirdim. Bircə dənə də televiziyalara yaxın bircə otaqlı ev istəyirəm. Da heç də istəmirəm. İnşallah. Təşəkkür edirəm. İnşallah. Sağ olun. Mübarək. Var olun. Minnətdaram. Bir daha minnətdaram. Cəvahir xanım, sağ olun.